Ay cəmaət, baxın, İlham Əliyev deyirdi ki, su anbarlarımız dolu, bu yağan yağış leysanlarla bağlı su ehtiyatımız yetəri qədər var. Amma Ağcabədidə, İmişlidə kənd sakinləri deyir ki, su yoxdur. İcra başçıları su kanalları bağlayıblar. Baxın videoya. Əliyev Rasim, oğlu yaşında. Pulu alır elə bir uşaqlardan, su pulu. Dıvayını alır, suyu verir elələrlə, mənim kimisine de koymur gələ. Yer durma partlayır. Yalanla. Birlərim rəsmərlərə gəlmişdi 2026'da. Baxçı. Gəldi ona dedi ay cəmaət. Pambıq əkin. Pambıq, köbrə gedir, dərman gedir, fəhləşdir. Onu baxçı dedi. Rafil Söyünov. Rafil Söyünov. Ağcabədi'nin icra başçısı. Ağcabədi'nin icra hakimi. İcra başçısı. İcra başçısı. Hemen bu dedi. Dedi taxıl əkməyin, yonca əkməyin, mal saxlamayın. Amma hal-hazırda başçı deməli ki, ay cəmaət kökdə saxla, malda saxla, qoyunda saxla. Yəni hər bir şey əkin. Elə bu biri deyir, elə pambıq əkin. Pambıq əkin, pambıq. Bəs bu cəmaətlə qarşın, Bakı deyir ya, şəhərdə olmuruq ha, kəs sakiniyik. Biz də dolanmalıyıq da, biz də əkinlə, zaddan, heyvanda saxlamalıyıq, hər bir şey eləməliyik. Bax, belə qalmışıq belə. Sağa su vermirlər də. Bana da su vermirlər. Bu da mənim bağım. İmişli rayonunun Bəzrəvan kəndi. Bizim ağaclarımızın gününə bax. Sundan hamısı yandı getdi. Çəkdiyimiz 10 il əziyyət hamısı beləncik hədər getdi. Görürsünüz də, kənd sakinlərinə necə zülümlər verirlər. Sularını bağlayırlar, onlardan pul tələb edirlər ki, ver, kanalı açaq. Bax, biz bunlara sustuqca bu hakimiyyətin bütün məmurları insanlara belə zülümlər, əziyyətlər, maddi çətinliklər yaradırlar. Belə edirlər ki, öz biznesləri irəli getsin, kənd sakinləri onlara möhtac olsun, onların biznesləri üçün işləsin yalnız. İlham Əliyev də orada pülüyür ki, kənd təsərrüfatı çox güclü inkişaf edib. Hanı? Göz qabağında da hər şey.